20 dəqiqə sonra sahildə konsultasiyamız var. Çatmaq üçün Əhmədidən nə etmək lazımdır? Təbii ki, motorla getmək lazımdır. Bu 8 noyabrda ümumiyyətlə motor sürmək biraz çətindir. Yolu 4 hissəyə bölüblər, o qədər dardır ki hissələr. Yəni maşınlar belə bir-birinə az qalıb sürtə-sürtə gedir. Ona görə aradan rahat işləmək olmur və biz məcbur oluruq. Demək olar ki, maşınların dalınca düşüb gedirik. Amma mopedlə bu problemi yaşamıram, çünki mopedimin nömrəsi yoxdur. Elektrikdir və avtobus yoluna çıxıram. Deyirəm ki, yol mənimdir və salam. Dayanmaq yoxdur. İndi mopedi şarj eləmədiyim üçün yadımdan çıxıb motorla getməyə məcburuq. Amma bunun da keyfi başqadır. Elə kakraz Rus demiş, kakraz yeri gəlmişkən elə bir blog eləməyi də düşündüm. İnşallah vaxtında çatarıq. Yəni işə bu cür getməyin həqiqətən keyfi başqadır da. Kim nə deyirdisə. Geyimini geyinirsən, təhlükəsizlik tədbirlərini alırsan əvvəlcədən. Normal ağılla, sakit başla motor keyfini yaşayırsan. Belə arada belə araya girmələr olur, amma bunu çox eləmir. Bax, tam da dediyimin əyani sübutu görürsünüz. Araya girmək mümkün deyil də, yəni mümkün deyil. Çox çətindir, çox çətindir. Ona görə demək olar ki, maşınların dalınca düşürük. Bax, yol verdi bəy mənə, çox sağ olsun. Amma bu %1 olan şeydir. Nədən danışaq, maraqlı olsun. Həm belə çox diqqətimi dağıtmasın, çünki motor sürəndə motosiklet sürmək ümumiyyətlə diqqətsizliyi bağışlamır qətiyyən. Və mən bunu 3 ay əvvəl də daddım, belə deyək. Yeri gəlmişkən, məsələn, diqqəti dağınıq insanlar üçün də faydası var, mənim kimi. Çox diqqəti dağınıq biriyəm. Motor sürəndə səni fokuslanmağı məcburi öyrənirsən. Diqqətin yolda olmalıdır. Fikrin yayılmamalıdır. Dünən də qeyd elədiyim kimi 20 yaşdan aşağı motor sürməyin tərəfdarı deyiləm. Hətta bunu məktəblərdə təbliğ etməyi planlasam belə, düşünsəm, arzulasam belə, ümumən 20 yaşdan aşağı motor və yaxud da moped sürməyi təhlükəli hesab edirəm. Amma ümumiyyətlə may ayı ən ideal aydır da, motor üçün ən ideal aydır. Yay kutkasını geyinirsən, qəşəng setkalı, damalı məsaməli də belə deyək, hava buraxan. Möhtəşəmdir də, yəni sürərsən saatlarla yorulmaz. Həqiqətən. Şəhərimiz də gözəldir. Bax, bu Ağşəhər də. Bu binanı çox xoşlayıram. Elə bunların ümumiyyətlə klasik binaları qəşəngdir. Oradan da müasir memariyə bizə baxır. Yəni, Bakı həqiqətən çox az sayda şəhər qədər özündə müxtəlif memariyə nümunələrini göstərən gözəl, təmiz, səliqəli bir şəhərdir. Bütün insanlarla bağlı bütün negativ şeylərinə baxmayaraq, faktorlara. Bakı həqiqətən işin gücün varsa, normal yaşaya bilirsənsə və bura sənin vətənindirsə, buranı tərk eləməyə mənə görə dəyməz. Hal-hazırda stabil sürətlə, qaydaları pozmadan gördüyünüz kimi gedirik və yolun yarıdan çoxunu qət etmişik. Yolumuz sahilədir. Bir dənə Edulans təhsil mərkəzini də buradan reklamını eləyək. Gedirik. Motosiklet sürən dostumuz Hüseyin müəllimin yeri gəlmişkən, ondakı motosiklet mənim motosikletimdir. Çox gözəl motosikletdir. Satır o da. Kawasakisini satıb tara bilmir. Mən də bunu satıram yeri gəlmişkən. Gedirik Edulansda. Edulansın direktorunun övladına konsultasiya keçməyə. Sonra da başqa bir şəxs, uşaq gələcək. Bugünkü konsultasiyalarımız sahil ofisindədir, bir sözlə. Belə situasiyalarda diqqət. Və beləcə çatdıq demək olar ki, şəhər mərkəzinə. Bu küçə Afiyəddin Cəlilov
maşın sürənlər üçün bir kabusdur ümumiyyətlə. Motorla da təbii ki, avtobus yoluna girmək olmur. Amma belə utana-utana belə xəttin qırağı ilə arada bir keçməyə hörmətli polis əməkdaşlarımız inşallah ki, bir söz demirlər. Çox da sıxmazlar, güzəşt eləyərlər. Ümid edirəm. Belə də dayanırıq burada. Qabaqda polis olduğu üçün o dediyim o utana-utana yolun qırağına girmə, avtobus yoluna girməyi də eləməyə risk eləmirəm. Çünki saxlayıb cərimə eləyə bilərlər. Ona görə bax bu kuryer dostumuz kimi biz də yox, kuryer dostumuz döndü getdi o tərəfə. Avtobus maşınların arxasınca getməyə bu durumda məcburam. Amma mopedlə olsaydım bu dəqiqə buradan belə necə deyirlər zon basıb getmişdim, dayanacaqdım bax o qabaqda polisin yanında. Ona da bir salam verəcəkdim, keçib gedəcəkdim. Elektrik mopedin belə üstünlükləri var. Bu küçədə ən çox zövq verən şey elektrik moped sürməkdir. Bütün maşınların yanından belə düt basıb gedirsən. Amma yox, gözləyə bilmədim maşınların arxasında. Polis gedən kimi xəttin qırağı ilə yavaş-yavaş gəldim qabağa. İki təkərlə ümumiyyətlə svetoforda arxada qalmaq ruslar demiş padlodur. Yəni yaraşmır. İki təkərə yaraşmır. Burada da biraz darısqallıq olur həmişə. Amma nisbətən 8 noyabra nisbətən bura daha genişlik olur. Buradan belə qəşəng gəlirik. Qarşımızda yenə polis var. Bu tıxacın qırağı ilə belə gəlməyin də başqa bir zövqü var. Burada heç kimə mane olmadan təzədən keçirik bura. Çünki biz iki təkərik, zaten mane olmuruq. Bax, xanım da mənə yol verdi. Halal olsun. Belə şeylər bizi Bakıda yaşamağa biraz da həvəsləndirir. Ümidli eləyirik ki, yavaş-yavaş motolara qarşı mədəniyyət formalaşır. Belə duruma düşəndə keçirik bu tərəfə, belə qəşəng. Ara ilə getdik. Hər bir halda maşından qat-qat daha tez ünvana çatmaq. Gözəlliyi budur. Motor sürməyin bir gözəlliyi də budur. Ara ilə işləmək. Filtr dilə buna, filtr. Filtr eləyə bilmək. Hərdən saxlayıb deyəndə ki, bəs olmaz, qanunsuzdur, cərimə yazır. Deyirəm, qardaş, biz elə bu motonu buna görə sürürük də. Mən elə maşın dalınca düşəcəm, səni yerə motosiklet sürürüm. Nə mənası olur? Heç bir mənası olmur və biz belə ara ilə işləyə-işləyə ünvana doğru yaxınlaşırıq. Allah salamat eləsin. Buradan da belə bir dənə qardaş bizə yol verdi, sağ olsun. Polis burada kimisə saxladı. Biz də yenə araya girib gedirik. Kameradan baxanda görüntüyə çox belə təhlükəli görsənir aradan işləmək. Çünki 0.5 ilə falan da çəkir. Bax, bu xanım da mənə yol verdi. Sağ olsun. Amma o qədər belə təhlükəli, dəhşət belə şey deyil də, yəni bu dəqiqə dəyəcəyə toxunacaq. Bura dardı, bura girmək olmaz. Bu qədər risklər eləmək lazım deyil. Qardaş bizə bir dənə yol versə, biz buradan keçərik. Aha, qardaş gördü məni və yol verdi, sağ olsun. Sağ ol qardaş. Blok çəkirəm ona. Aha. Gördün, gəldik, yenə də qabaqda dayandıq. Bu da motor sürməyin avantajlarından biri. Bu Dom Sovet hökumət evi. Həqiqətən Bakının yaraşıqıdır da bu. Bakının yaraşığı. Buradan biz Rəşid Beybudova getməliyik, ona görə düz girsəm yaxşı olar. Yox, düz girməyəcəm. Qarşıdakı o birisi svetofor daha çox şey olur, yanır. Qırmızı ilə buradan fırlanıb Rəşid Beybudova girmək daha məqsədə uyğundur. Formula 1-ə hazırlıq gedir. May ayında da az qalıb, sayılı günlər qalıb. Yenə dəhşətli yol bağlamalar, tıxaclar başlayacaq. Və onun da zövqünü və yaxud da zövqünü çıxaraq deməyək, onun da stresli kim yaşamayacaq? Yenə də iki təkər sürənlər. Bax, belədir. İki təkər.
Elə bir şeydi. Buradan dönürük Rəşid Bey Bulava və yolumuza az qalıb. Gördünüz, burada yaşıldı. O tərəfdən gəlsəydim qırmızı olacaqdı və dayanıb gözləyəcəkdik. Gözəl. Və budur biz. Demək, çaşıb düz gedəcəkdim. Çatdıq ünvana. Nizami Kinoteatrın arxasında dayanırıq. Buradan keçirik Edulansa. Edulans. Qoy görək, burada da maşın saxlayıb. Təəssüf ki, ofisə doğru irəliyəndə ənənəvi mənim nahar yerim, yemək yerim Street Walk-a girib, deməli, Aləm müəllimlə, Aləm hocamızla bir görüşürük. Çıxardacağım indi kaskı. Necəsən abi? Hoş geldin. Salam aleyküm. Salam aleyküm. Aləm hoca ilə görüşməmiş. Getmirik, ənənəvi olaraq çəkirəm, blok çəkirəm. Reklam gedəcək. Konsultasiya. Deməli, deyirəm, bu opera dükanını görmüşəm. Geyimləri çox hoşuma gəldi. Birazdan girib baxacağım. Old money üslublu geyimlər var idi. Başladım yerini axtarmağa ki, görüm hardadır. Baxıram elan nədir, xəritədən və yaxud da videodan görürəm, düz işlədiyim Edulansın konsultasiya keçdim, düz Edulansın böyründədir. Gülmək tutdu mənə ki, mən bunu necə görməmişəm. Sonra bildim ki, təzə açılıb ona görə. Beləcə gəldik Edulansa. Xoş gördük Edulans. Baxın, o möhtəşəm Cambridge mərkəzi məhz buradır. Salam aleyküm. Necəsiz? O, kimləri görürük, kimləri görürük. Çəkir ha, çəkir. Salam aleyküm. Necəsiz? Hə, çantadadır, bildim zəng eləyəsiz. Çantadadır şey. Baxın, Natayla xanımın böyük oğlu ilə konsultasiya edirik. Gözləyirdim ki, mən gecikmirəm. Gecikməyən adam, baxın, baxın. Heç vərdişim deyil, heç vərdişim deyil.